Salam əziz izləyicilər. Bu gün sizə bu gözəl kristal və qızılı muncuqlarla toxunmuş qolbağın hazırlanacağını göstərəcəyəm. Çox asan, sadə və tez bir üsuldur. İndi isə mənim gözəl izləyicilərim, başlayırıq. Bizə lazım olacaq balaca qızılı və kristal muncuqlar və qızılı rəngdə ipimiz. 40 cm uzunluğu olan ipi götürüb 2 qat qatlayırıq. Bir hissəsinə düyün vururuq. O biri hissəsinə isə iplərin uclarını yandırıb barmağımızla forma verib naziləşdiririk. Və iki ipin ucunu birləşdirib qızılı muncuğu ipin içindən keçirdiririk. Muncuğu düyün olan yerə son nöqtəyə kimi aparırıq. İpimizin artıq hissələrini kəsirik və yandırırıq. Yandırırıq ki, ucu açılmasın. Bu bizim bilərziyimizin ucu olacaq. İpimizin bir hissəsi hazırdır. Mən özümə tablo düzəltmişəm. Sizdə yoxdursa yapışdırıcı lentdən istifadə edə bilərsiniz. 40 cm ipimizi tabloya bərkidirik və 7-8 cm ipdən məsafə saxlayırıq. Və ipimizi tabloya sancaqlayırıq. %10 cm ipi götürüb qolbağımıza başlayırıq. İpi ortadakı ipin altından keçirdiririk. Düyünümüzü yuxarı hissəyə aparırıq. Bu düyünün həm sağdan, həm də soldan etməliyik. Birinci sağ tərəfdən dediyim kimi, sonra sol tərəfdən 2 cm olana kimi düyünü edəcəyik. Belə formada qolbağımızı toxuyuruq. Düyünümüz hazırdır. 2 cm tamamladım. İndi isə dizaynımıza başlayırıq. Ortadakı iki toxuma ipinin ucunu birləşdirib kristal muncuğu keçirdiririk. Kristal muncuğu son nöqtəyə kimi keçirdiririk. Sol tərəfdən sağ tərəfə düyün vururuq. Sağ tərəfdən sol tərəfə düyün vururuq. İpləri dartıb düyünümüzü möhkəmləndiririk. İpləri indi isə ayırırıq. İkisi sağda, ikisi solda olmaqla sol tərəfdəki ipin uclarını yandırıb barmağımızla forma verib naziləşdiririk. Unutmayın ki, muncuları rahat keçirmək üçün ip uclarını naz etmək lazımdır. İpin uclarını əlimizlə birləşdirib qızılı muncuğu keçirdiririk. Qızılı muncuğu ipin içindən
son nöqtəyə kimi keçirdiririk. Keçirik sağ tərəfdəki ipə. Əlimizlə ucları birləşdirib qızılı muncuğu ipin içindən keçirdiririk. Bu muncuqların deşikləri geniş olmalıdır ki, hər iki ipdən asanlıqla keçsin. Bu çox vacibdir. İndi isə ortadakı toxuma ipini yenidən digər ipdən ayırırıq. Və ortadakı ipin içindən kristal muncuğu keçirdiririk. Və yenidən iki düyün atırıq. Biri soldan, biri isə sağdan. İpləri dartırıq və düyünləri möhkəmləndiririk. Eyni qaydada qolbağımızı toxuyuruq. Qolbağımızın çox hissəsi hazırdır. Qızılı muncuları iki hissədən iplərin içinə keçirdiririk. Ortadakı ipin içindən kristal muncuğumuzu keçirdiririk. Hər iki tərəfdən düyün vururuq. Biri soldan, biri sağdan. Yuxarı hissədə necə 2 sm düyün vurmuşduqsa, aşağı hissədə də eyni qaydada 2 sm düyün vururuq. Bilərziyimiz demək olar ki, hazırdır. Tablodan qolbağımızı götürüb artıq iplərini kəsirik. Və artıq ipləri yandırırıq. Ucları açılmasın. Qolbağın açılıb bağlaması üçün uç hissəsi üst-üstə qoyub hörməyə başlayırıq. Biz 21 sm ipi götürüb eyni qaydada sağ tərəfdən sol tərəfdən sağ tərəfə düyün atırıq.
Bu şəkildə toxumağa davam edirik. Artıq ipləri kəsib və yandırırıq. Ucları açılmasın. Qolbaq hazırdır. Onun açılıb bağlamasını yoxlayırıq. Hər şey mükəmməldir. Videonu buraya qədər izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, bu həftəki video xoşunuza gəldi. Bəyəndinizsə mənə like verin və şərh yazmağı, kanalıma abunə olmağı unutmayın. Növbəti dərslikdə görüşənədək. Hələlik.